Hamımıza məlum olduğu kimi, ən böyük surələrdən biri də Qurani-Kərimdə Əl-Bəqərə surəsidir. Əl-Bəqərə surəsi Peyğəmbərimizə nazil olmuşdur, 286 ayədən ibarətdir. Hər ayənin özünə məxsus gözəlliyi var. Ən çox mən bu günləri deyərdim ki, diqqətimi cəlb edən ayələrdən biri də Qurani-Kərimdə Əl-Bəqərə surəsinin 27-ci ayəsidir. Allah bu ayədə müəyyən nüansları biz insanların diqqətinə çatdırır və insanların Allahla əhd-peyman bağlamasından danışır və eyni zamanda qohumluq əlaqələri və dinimizdə qohumluq əlaqələri ən önəmli məsələlərdən biridir və eyni zamanda fitnə-fəsad məsələsinə də toxunur. Allah bu ayədə 3 məsələyə toxunur. Ayə belədir: Bismillahirrahmanirrahim. Əl-ləzinə yanquzunə əhdəllahi min bədi misaqihi və yəqtəunə ma əmərəllahu bihi əyyusələ və yufsidunə fil ərzi ulaikə humul xasirun. Allah Quran-Kərimdə ayədə buyurur, o kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur. İnsan gərək Allahla əhd-peyman bağladısa, ümumiyyətlə hər hansısa bir insanla, hər hansısa bir dostla, hər hansısa bir yoldaşla əhd-peyman bağladısa, gərək həmən əhd-peymanı pozmaya. Amma pozursa, ardıcan Allah ayədə Quran-Kərimdə buyurur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri, yəni qohumluq əlaqələrini kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır. Ümumiyyətlə, qohumluq əlaqələri dinimizdə ən önəmli məsələlərdən biridir. Bəzi hallarda biz deyirik ki, dinimizdə bir neçə bayramlar var. Onlardan biri Novruz bayramıdır, biri Qurban bayramıdır, biri Qədirxum hadisəsidir. Yəni, müxtəlif bayramlar var. Həmən bayramlarda, həmən o dini mərasimlərdə insanlar bir-birləri ilə mütəmadi olaraq əlaqədə olurlar. Yəni, xüsusən də qohumluq əlaqələri genişlənir və yer üzündə fitnə-fəsad törədənlər. Bu da dinimizdə önəmli məsələlərdən biridir. İnsanlar çalışmalıdırlar ki, yer üzündə yaşadıkları zaman bir-birlərinə qarşı səmimi olsunlar, bir-birlərinə qarşı mehriban olsunlar və eyni zamanda fitnə-fəsad törətməsinlər. Əgər belə edərlərsə, Allah Quran-Kərimdə ayədə buyurur ki, həmən insanlar ziyana uğrayan insanlardır.